Bugün nə bişirim? Bəli, eşidirəm sizi. Çünki mən də hər gün nə bişirim deyə düşünənlərdənəm. Düşündüm ki, ərzaqlar eyni olsa da fərqli bir təqdimat düşünüm, fərqli bir dad ortaya çıxsın və evdəkilər bəyənsin, doğrudan da bəyəndilər. Çox ləzzətli alındı. Deməli, baş soğanı xırda doğrayıb, yağı da yaxşıca qovururam. Üzərinə bir diş sarımsaq da əlavə edirəm. Yer kökü zövqə görə mən bir iri yer kökü götürdüm, sürkəcdən keçirtdim, üzərinə əlavə elədim, qovurdum, qiyməni əlavə edirəm. Qiyməni də yaxşıca birlikdə qovururam, duzunu, istiotunu əlavə edirəm. Kənarda qazanda kartof qoyuram bişməyə, püre hazırlayacağam. Qiyməmiz qovurulur. Bu məqamda kənarda Holland pendirini də sürkəcdən keçirtdim və bu cür balaca qablarım var, bir nəfərlik. Əgər yoxdursa, böyük şüşə, soba üçün olan şüşə qablarda da bir dəfəlik hazırlaya bilərsiniz. Kartofum bişdi, üzərinə kərə yağı, duz, qara biber əlavə edib əzirəm, püre halına gətirirəm və dibini kərə yağla yağladığım bu qablara əvvəlcə birinci qat olaraq püreni əlavə edirəm, gözəl bir şəkildə hamarlayıram. Hər ikisini də eyni qaydada yerləşdirirəm və onu qeyd edim ki, bu qablarda hazırlayıb sobaya verməmişdən öncə, yəni soyuducuda saxlaya bilərsiniz. Nə zaman ürəyiniz istəyir nuş etmək, soyuducudan çıxarıb sobaya verə bilərsiniz. Birbaşa hazırlayanda ki, üzərinə əvvəlcə püre, sonra qiymə, sonra Holland pendiri əlavə elədim. 200 dərəcədə sobada bişirirəm. 15 dəqiqə bəs eləyir. Çox gözəl, dadlar da bir-birinə qarışır. Yox, əgər o an nuş etməyəcəksinizsə, qablara hazırlayırıq. Holland pendiri də üzərinə əlavə edirik. Bu şəkildə sobaya verməmiş qapağını örtüb soyuducuya qoyuruq. Soyuducudan çıxardan zaman isə içərisi soyuq olduğu üçün 200 dərəcədə yox, 180 dərəcədə sobada qoyuruq ki, bir qədər içi əvvəlcə normal qaydada isinsin, sonra isə gözəl şəkildə Holland pendiri ərisin və dadlar bir-birinə qarışsın. Daha çox bu cür videolar üçün izləmədə qalın. Videomu yaddaşa verməyi unutmayın. Hələlik.